Salam uşaqlar. Demək, bugün biz sizlə danışacağıq passive voice mövzusunu. Ümumiyyətlə, passive voice mövzusunda bir neçə növ tipli test olacaq ki, biz onunla qarşılaşacağıq. Amma imtahanda bilmirik də indi hansı növə bizə düşər. Ümumiyyətlə, feilin iki növü var. Active voice, bir də passive voice. Active voice bizim normalda gündəlik işlətdiyimiz cümlələrdir. Məsələn, I give the documents, məsələn, she buys the books. Bunlar active voice odur ki, hərəkət edən məlumdur da, yəni kim eləyirsə bilinir. Passive voice isə Azərbaycan dilinin məhcul növü kimi bir şeydir. Il, il, ul şəkilsi. Məsələn, məktub yazılır, ağaclar əkilir, bu formada olur. Və burada iki addım var ki, biz bu iki addımı atmalıyıq. Birincisi, cümlədə tamamlığı tapmalıyıq. Cümlədə tamamlıq adətən harada yerləşir? Gəlin mən sizə onun yerləşmə yerində deyim, feildən sonra. Yəni, sən feili görüb, tanıyıb, bilirsənsə ki, feil hansıdır, ondan sonraki hissə tamamlıq olur adətən. O tamamlığı götürüb atırsan cümlənin əvvəlinə. Tamamlıq görürsünüz, A-da, B-də, C-də, Y-də hamısında tamamlıq önə atılıb. Yaxşı olub, atılsın. Ondan sonra nə edəcəksiniz? Zamana baxacaq. Zamanda da passive voice mövzusu deyən kimi ağlımıza belə bir düstur gəlir. To be gəlsin verəcək. Zamanına baxdım, keçmiş zamandadır. Demək ki, həmin cümləmin özü keçmiş zamandadır. Bizim düsturumuz necə idi? To be gəlsin verəcək. Demək ki, to be-nin keçmiş zaman formasını ya was-u ya da were gətirəcəksiniz. Avtomatik olaraq A, C və D variantları çıxır. All the right isə bütün do deməkdir uşaqlar. Do sözü təkdə olduğuna görə were yox, əlbəttə ki was olacaq. Yəni bu tip testlər belə gedir. Məsələn, 2-də yenə sold keçmiş zamandadır. Birinci tamamlığı götürüb atırsınız cümlənin əvvəlinə. Cümlə keçmiş zamanda olduğuna görə ya was ya da were olmalıdır. Söhbət ətdən gedir deyə was olacaq. Təkdə də axı. Üçüncü sualda won. Baxıram ki, feilin wondur. Feildən sonra gələn hissə mənim tamamlığım olur. Zəprizi atıram cümlənin əvvəlinə. Ona görə Y variantı çıxdı. A, B, C, D arasında qalıram. Və baxıram ki, cümlə keçmiş zamandadırsa, was were gəlməlidir cümləyə. İndiki zaman olanda isə uşaqlar, onda əmizar gəlir. Məsələn, burada sell indiki zamandadırsa, əmizar olan Y variantını seçəcəm. Məsələn, 5-də invite, baxıram indiki zamandadırsa, əmizar olan variantı seçəcəm və me keçir cümlənin əvvəlinə I olacaq. Bir də belə bir şey var ki, məsələn, B ilə C variantına baxsaz eynidir. Sadəcə burada zen var. Bilin ki, tamamlıq həmişə by'dan sonra verilməlidir deyə B variantı doğrudur. Yəni, passive voice, görürsünüz, 170 dənəsi bu tipli gedir. Yəni, burada çətin heç bir şey yoxdur. Sadəcə bunu yadınızda saxlayın ki, cümlə indiki zamandadırsa, əmizar gəlir cümləyə. Cümlə, məsələn, keçmiş zamandadırsa, was were. Cümlə gələcək zamandadırsa, will be. Məsələn, cümlə davam edici zamandadırsa, məsələn, Sam was watering. Bu keçmiş davam edici zamandadır. Davam edici zaman görən kimi bilin ki, cümləyə o davam edici zamanın özü nəyə olur? İnqə olur da, düzdürmü? Davam edici zaman məşğul çevirəndə də being gələcək cümləyə. Being olan variant görürsünüz, A, B-də var, Y-də var. Amma bizdə cümlənin tamamlığı flowers'dır. Keçməlidir əvvələ axı. Ona görə the flowers were being watered. Yəni, tamamlıq mütləq qabağa keçməlidir. Məsələn, Sam cümlənin mübtədəsi olaraq qala bilməz. Nəysə, sözümün qısası o idi ki, indiki zamanda olanda əmizar, keçmiş zamanda olanda was were, gələcək zamanda olanda will be, indiki bitmişdə olanda been, geçmiş bitmişdə olanda yenə been, ümumiyyətlə bitmiş zamanlarda been əlavə olunur, davam edici zamanlarda isə being. Bugün biz sizlə fərqli bir testə tapşırığından danışacağıq. Passive voice-in bu hissəsini uşaqlar biraz gec qavrayırlar. Nəyə görə? Biraz tapmaqda çətinlik çəkirlər. Amma bu da eynən o test kimi deyil uşaqlar. Məsələn, bu birinci sualıma baxıram burada. When did they receive our message? Onlar nə vaxt bizim mesajlarımızı alıblar? Burada bizim açar sözümüz diddir. Didin olmasından biz tuturuq ki, artıq bu cümlə keçmiş zamandadır. Və bütün fokusumu was were olan hissələrə verəcəm. Atdım bu variantı, qaldı məndə bu. Sonra baxıram ki, cümləmin mübtədəsi deyir ki, when did they receive? Onlar nə vaxt aldılar mesajı? Demək ki, mənim cümləmin mübtədəsi zeydir. Təzdən zey cümləmin mübtədəsi olaraq qala bilməz. Orada nə gəlməlidir? Our message, yəni tamamlığım keçməlidir qarşıya. Və burada bu testləri işləyəndə çox xahiş edirəm. Hamı bunu qaydanın düsturu yadına saxlasın ki, cümlə birinci question word gəlir, ikinci köməkçi söz gəlir, üçüncü mübtədə gəlir, dördüncü isə xəbər gəlir. Yəni, bu videoya baxan hər kəs qayda dəftərinə qeyd edir bunu. Qayda dəftərinizi açırsınız, passive voice yazılan hissənin üstərisinə yazırsınız ki, cümlədə birinci xüsusi sual gəlir. Xüsusi sual bilsiniz nədir uşaqlar? What, when, how, why.
Bunlar. İkinci gəlməlidir həmişə köməkçi feilim. Köməkçi feil də nədir? Sizə kömək edirlər. Nəyə kömək edirlər uşaqlar? Sual verməyə, inkar verməyə. İndiki zaman köməkçi feillər nədir uşaqlar? Do, does. Keçmiş zamanın köməkçi feillər nədir? Did. Gələcək zamanda will. İndiki bitmiş zamanda have, has. Keçmiş bitmiş zamanda had. İndiki davam edici zamanda am, is, are. Keçmiş davam edici zamanda was, were. Bunlar mənim dostlarımdır, arkadaşlarımdır. Mən bunları sevirəm. Çünki bunlar mənə həmişə kömək edirlər. Bunlar mənim köməkçilərimdirlər. Sual verəndə kömək edirlər mənə, inkar verəndə. Görürsünüz, did burada mənə kömək edib ki, sual verim cümləyə. Nəysə, bunların hamısını başa düşəndən sonra buralarını silək. Təzədən bir də yeni başlanğıc eləyək. Baxıram ki, cümləm keçmiş zamandadır. Əla. Və cümləmin tamamlığı our message-dir. Demək ki, our message nə eləməlidir? Qabağa keçməlidir. Cümlə də keçmiş zamanda olduğuna görə uşaqlar was were gəlməlidir. Və dedik ki, cümlənin quruluşu necə olur? Birinci will gəlir, hamısına gəlib. İkinci köməkçi feil gəlməlidir. Yəni our message gələ bilməz, mübtəda gələ bilməz çıxdı. Cümlə keçmiş zamandadır deyə has da ola bilməz, ancaq was were olmalıdır. Aha, ikinci köməkçi feil gəlməlidir uşaqlar. Üçüncü mübtəda gəlməlidir, dördüncüdə xəbər gəlməlidir. Bu mübtədədir. Bu da xəbərdir, əla. Onda C variantı da rədd oldu, getdi. İndi baxıram ki, our message, bizim mesajımız təkdədir, yoxsa cəmdədir? Təkdə olduğuna görə D variantını götürəcəm. İkinci suala baxıram. Who has surrounded the area? Deyir ki, kim bu ərazini əhatəyə alıb da? Baxıram ki, has surrounded, indiki bitmiş zamandadır. İndiki bitmiş zamanı biz öyrənəndə demişdik ki, indiki bitmiş zaman məhsula çevirəndə ortasına bir dənə bin əlavə edirsiniz. Baxıram ki, bin olan variant hansındadır? Bax, C-də yoxdur bin. Sonra D-də var, amma was bin ola bilməz axı. Aha, sonra ümumiyyətlə burada da Y variantı yoxdur. Aynən B arasında qaldım uşaqlar. Cümlə indiki bitmiş zamandadırsa, onu hədlə verə bilmərəm. O keçmiş bitmiş zaman bildirir. 2 A variantı götürəcəm. 3-dədir ki, who has sent a postcard? Onlar deyir, kim postcardları göndərib? Yenə cümləm bitmiş zamandadır. Has sent. Has sent desə, ucu belə bir şey olmalıdır. Has been sent. Nəsə, belə bir şey. Mən də baxıram, A variantında will gələcək zamandadır. B variantında had keçmiş bitmiş zamandadır. C variantı were keçmiş zaman bildirir. Y variantında are indiki zaman bildirir. Cavabım qalır D variantı. Dördüncü sualda yenə has written. İndiki bitmiş zamandadır uşaqlar. İndiki bitmiş zamanda olanda yenə bin əlavə eləməlisiniz. Bin də baxırsınız ki, C-də ümumiyyətlə yoxdur. D-də var, Y-də də var, A-da da var, B-də də var. Amma B variantında uşaqlar həddir. Ona görə onu da çıxıram. Qalıram A, D, Y arasında. Mən sizə necə demişdim? Demişdim, birinci cümlədə nə gəlir? VH gəlir. İkinci köməkçi feil gəlir. Heç yaxşı o yazılmadı. Birinci nə gəlir uşaqlar? VH, xüsusi sual. İkinci köməkçi feil. Üçüncü mübtədə. Dördüncüdə xəbər. Gəlin bu quruluşu düzək. Bax, who-dan sonra birbaşa mübtədə heç vaxt gələ bilməz. Bax, bunu yazı saxlayırsınız. Who-dan sonra birbaşa, ümumiyyətlə heç bir xüsusi sualdan sonra birbaşa mübtədə gələ bilməz. By whom? Baxıram ki, A variantına baxıram. Who, xüsusi sual, köməkçi feil, mübtədə, xəbər. Bəli, elə A variantının özüdür cavab. Y variantı nə ola bilməz? By whom have this essays been written olmalıydı. Yəni, have qabağa keçməliydi. Have-bin bir yerdə qabağa keçə bilməz. Başa düşürəm, çətin mövzu ola bilər sizin üçün. Başınız algılamaya bilər. Amma mən bunun kimi bir çox sual indi izah edəcəm. Ta ki, siz başa düşənə qədər. Ona görə bütün fokusunuzu verin ki, yəni başa düşə bilək axırda. Cümlədə did var. Did varsa köməkçi feil, keçmiş zamanı bildirir. Ona görə avtomatik olaraq are çıxdı, have çıxdı, düzdür uşaqlar. Sonra baba, gözümə bax, were-dən sonra heç vaxt bin gələ bilməz. C-də çıxdı, qaldım aynanın D-nin arasında. Müəllim mənə demişdi, birinci xüsusi sual gəlir, ikinci köməkçi feil gəlir, amma görürsünüz burada mübtədə gəldi. Cavabınız ona görə D variantı olacaq. 6-cı sualda did deyir. Did. Did hansı zaman bildirir? Əlbəttə keçmiş zaman bildirir. Are çıxdı, ona görə have də çıxdı uşaqlar. Qaldım A, C, D-nin arasında. Baxıram ki, A-da oxşuyur. Birinci xüsusi sual gəlib, ikinci köməkçi feil, üçüncü mübtədə, dördüncü xəbər olar. Amma were-dən sonra bin gələ bilməz deyə C variantı olmaz. D variantında whom-dan sonra birbaşa mübtədə gəlməz axı, ona görə çıxdı. 7-ci suala why didn't keçmiş zamanı bildirir deyə hasn't çıxdı, is çıxdı, had də çıxdı.
Mən də aynen B arasında qaldım. Vozdan sonra da bin gələ bilməz deyə B variantı doğru cavabdır. 8-ci sualda yenə cümlədə did var. Did varsa keçmiş zamanı bildirir. Keçmiş zaman ancaq olur was, bir də were-dən olur uşaqlar. Qalıram B ilə Y arasında. Were-dən sonra bin gələ bilməz deyə B variantı doğru cavabdır. 9-cu sualda yenə did var. Did varsa keçmiş zamanı bildirir. Keçmiş zaman burada 2 variantdadır. Bir B-dədir, bir də D-dədir. Vozdan sonra bin gələ bilməz deyə B variantı doğru cavabdır. 10-cu sualdadır ki, who is handing? Handing. Who is handing? İndiki davam edici zamandır. İndiki davam edici zaman məşğul çevirəndə cümləyə being gəlməli idi. Being var, var. Yoxdur. Yoxdur. Being var, var. Aha, indi baxıram ki, fərqlər nədir? A variantına who-dan sonra birbaşa mübtəda gəlib, olmaz. Who-dan sonra birinci gəlməli köməkçi fe'l, sonra mübtəda, sonra da xəbər gəlməlidir. Y variantı doğru cavabdır. 11-ci suala baxıram. Didlə sual veribsə, demək keçmiş zamandadır. Ona görə avtomatik olaraq A, B, Y variantları gedir. C ilə D arasında qalıram. Baxıram ki, uşaqlar, being nə zaman gəlirdi? Keçmiş davam edici zaman olardısa. Amma bizdə keçmiş sadə zamanda axı. Ona görə being gətirməyimizin adı yoxdur. D variantı doğru cavabdır. 12-ci sualdadır ki, how much did the chef pay you? Şef nə qədər pul ödədi? Mən də baxıram ki, cümlə keçmiş zamandasa was were gəlməlidir cümləyə. Baxıram ki, biabırçılıq, hamısında was were var. Heç bir şey çıxa bilmirəm. Bir dənə baxıram ki, were-dən sonra bin gələ bilməz deyə bunu çıxdım. Sonra nə edirəm uşaqlar? How much did the chef? Chef mənim cümləmin mübtədəsidir, düzdürmü? You nəyimdir? Tamamlığımdır, düzdür uşaqlar? Tamamlığımdır. İndi mən bilirəm ki, artıq şef cümlədən çıxmalıdır. Çünki cümlənin məşğuluna və çevirirəm axı. Yəni şef çıxmalıdır, onun yerinə you gəlməlidir. Biz axı demişik, tamamlığın qulağına tutub gətirib mübtədanın yerində otustururuq da. Ona görə şef çıxdığına görə bu variantlar çıxır. Qalıram A ilə B arasında. Sonra quruluşu yadıma saxlayıram. Xüsusi sual, sonra gəlməlidir köməkçi fe'l, sonra mübtəda, sonra xəbər. Ona görə B variantı doğru cavabdır. Hamıdan sonra birbaşa mübtəda gələ bilməz uşaqlar. 13-cü sualda yenə did var. Did varsa demək cümlə keçmiş zamandadır. Amma were-dən sonra bin gələ bilməz. Ona görə C variantı avtomatik olaraq çıxdı. Qalanları hamısı bir də Y variantı çıxdı. Çünki orada R var. Qalıram A, B, D arasında. Və baxıram deyir ki, niyə onlar kəsilir ağacları? Ağaclar mənim cümləmin tamamlığıdır. Ağaclar keçməlidir qabağa, Z-yə atmalıdır arxaya. Z olan cümlələri avtomatik götürməyəcəm. Qalıram B ilə D arasında. Quruluş necə idi? Birinci xüsusi sual, ikinci köməkçi fe'l, üçüncü mübtəda, dördüncü xəbər olmalıdır deyə D variantı doğru cavabdır. Yəni xüsusi sualdan sonra birbaşa mübtəda gələ bilməz. 14-cü sualıma baxıram. Who sent the list of the participants? İştirakçıların listini kim göndərdi? Baxıram ki, who sent deyir, düzdür mü uşaqlar? Sent varsa keçmiş zaman bildirir. Keçmiş zaman olanda cümləyə was və yaxud da were gəlir. Baxıram ki, wasdan were-dən sonra bin gələ bilməz deyə C variantında bax görürsünüz, bin var çıxdı. Who was sent? Aha, baxıram bu qalsın. Okey, qalan hamısı qalsın. B variantında ümumiyyətlə was were yoxdur deyə çıxdı. Qaldım A, D, Y arasında. Və baxıram ki, cümlənin tamamlığı hansıdır uşaqlar? The list of the participants, düzdürmü? Bu da elə deyir ki, kim göndərdi iştirakçıların listi? Siz deməlisiniz ki, iştirakçıların listi kim tərəfindən göndərildi? Belə bir şey olmalıdır. Baxıram ki, cümlədə birincinə gəlməlidir. Xüsusi sual, yəni who. İkincinə gəlməlidir. Köməkçi fe'l was. Sonra təzə mübtədəviz nə oldu? The list of the participants sent by. Baxıram ki, D variantında, Y variantına quruluş getmir. Birinci who-nu salıblar, sonra was, sonra xəbər, sonra mübtəda olmaz axı hələ. Ona görə A variantı doğru cavabdır. 15-ci suala baxıram. Deyir ki, kim yazdı qaydasız fe'llərin listini? İndi siz deməlisiniz ki, qaydasız fe'llərin listi kim tərəfindən yazıldı? Cümlə özü keçmiş zamandadır. Ona görə cümləyə was və yaxud da were gələcək. C variantı çıxdı. Sonra baxıram ki, D variantını saxlayıram. B-ni də saxlayıram. A-nı da saxlayıram. A-da amma were-də wasdan sonra bin gəlib deyə A çıxdı. Demək, B, D, Y arasında qalıram və quruluş təzədən yadıma düşür. Xüsusi sual, köməkçi fe'l, mübtəda, xəbər. Y variantı doğrudur. B variantına who-dan sonra birbaşa mübtəda gəlib deyə olmaz. Sonra D variantında da whom-dan sonra birbaşa mübtəda gəlib deyə Y variantı doğru cavabdır. 16 biraz problemlidir. Nəyə görə problemlidir? Gəlin onu izah edeyim. Cümlədə does varsa uşaqlar indiki zamandadır. İndiki zamandadırsa was çıxdı, düzdürmü uşaqlar? Sonra A da çıxdı. Sonra baxıram ki, qaldı B, C, D arasında qaldı. Deyir ki, what does Azərbaycan export? Deyir, Azərbaycan nə
ixrac eləyir bu ölkəyə də. Azərbaycan mənim cümləmin mübtədəsidirsə, artıq dəyişməlidir. Mübtədə eyni qala bilməz axı. Ona görə D çıxdı. Baxıram ki, what this country? What is exported by Azerbaijan to this country? Bilirsiniz ki, Azərbaycan bu cümləmin mübtədəsidirsə, Azərbaycanın ikinci dəfə işləyəndə yalnız baydan sonra işlətmək olar da, düzdürmü? C variantını götürəcəm. Həm də bir dənə tərcüməyə baxın. Deyir ki, bu ölkəyə Azərbaycan nə ixrac edir? C variantında deyir ki də, nə ixrac olunur Azərbaycan tərəfindən bu ölkəyə? Amma B variantında deyir ki, nə bu ölkə ixrac etdi Azərbaycana? Mənə uyğun gəlmir. Məchulluq yoxdur, ümumiyyətlə başa düşürsünüz. Yəni ümumiyyətlə biz daz varsa, B variantında elə göydə çıxmalıydı. Çünki cümləyə əmizar gəlməli idi. B variantında çıxıram. 17-ci sualda deyir ki, what problem does he touch upon in the article? Does varsa demək cümlə indiki zamandadır. İndiki zamanda olanda am, is, are gəlir. Ona görə Y çıxdı, was, were var buna görə. A variantında does-ın özü qalıb, olmaz. B variantında əmizar yoxdur deyə C variantı qalır. What problems do they pay great attention to? Hansı dil problemlərə böyük diqqət ayrılır? Baxıram ki, do varsa indiki zamandadır. İndiki zamanda olanda was, were olmaz qətiyyən. B ilə C arasında qalıram. Baxıram ki, B bir də C variantında problem nədədir? Gəlin baxalım. What problems do they? Mənim cümləmin mübtədəsi nədir uşaqlar? They. Təzədən ikinci dəfə mübtədə vəzifəsində qala bilməz. Ona görə B variantı doğru cavabdır. 19-cu sual deyir ki, who founded this city? Bu şəhəri kim əsasını qoydu da? Founded keçmiş zamanda olduğuna görə was were axtarıram. Was were. Was-dan sonra uşaqlar bin gələ bilməz deyə D variantı çıxdı. Sonra was-dan sonra bin gələ bilməz deyə Y variantı çıxdı. Aynen C arasında qaldım. Whom-dan sonra birbaşa mübtədə gələ bilməz. Axı quruluş necə idi? Xüsusi sual, köməkçi, feil, mübtədə, xəbər. Bunları sonra birbaşa mübtədə gələ bilmir deyə düzgün cavabımız C variantı qalacaq. 20-ci sualda isə deyir ki, nə dəniz və okeanlar Great Britain əhatə olunur? Surround indiki zamandadır. Ona görə cümləyə əmizar gəlməlidir uşaqlar. D-ni çıxdım, A-nı çıxdım. Qaldım B, C, Y arasında. Və baxıram ki, mənim cümləmin mübtədəsi bilmirəm hələ nədir. Və gəlin baxağın görəyim. What is an ocean is Great Britain? Bin. Bin ola bilməz. Ümumiyyətlə, əmizarla bin işləmir. C ilə Y arasına qaldım. Baxıram ki, fərqləri nədir? Birində are-dır, birində is-dir. Mənim cümləmin mübtədəsi nədir? Great Britain. O da təkdə olduğuna görə Y variantını götürəcəm.